məlumatları diqqətinizə təqdim edirəm. 2025-ci il ərzində Dövlət Əmək Müfəttişliyi 80 min müraciət araşdırılmışdır. 80 min müraciətin təxminən 40 mini vətəndaş müraciətlərindən və vətəndaş sorğularından ibarətdir. Nəticə etibarilə araşdırmamızın nəticəsində 7 minə yaxın 6897 inzibati xəta üzrə cərimə tərtib edilmişdir. Fəaliyyətimizin əsas sahələri vətəndaş müraciətlərinin araşdırılması, əmək münasibətlərinin tənzimlənməsi və rəqəmsallaşdırılması, qeyri-formal məşğulluğun qarşısının alınması, əmək mühafizəsi, qanunvericiliyin təkmilləşdirilməsi, maarifləndirmə və yerli və beynəlxalq əməkdaşlıq daxildir. Eyni zamanda qeyd etmək istərdim ki, 16 yanvar 2026-cı il tarixində Cənab Prezident əmək münasibətləri ilə bağlı dəyişiklikləri təsdiq etmişdir və sözü gedən dəyişikliklər əmək qanunvericiliyinin təkmilləşdirilməsi, əmək münasibətlərinin daha da çevikliyi, sosial yönümlü və müasir hüquqi tənzimlənmə mexanizminin formalaşdırılmasına xidmət edir. Bu çərçivədə distance işinin hüquqi əsasları müəyyən edilmişdir. Ailə vəzifələri olan hamilə və valideyn işçiləri üçün əlavə təminatlar və məzuniyyətlər genişləndirilmişdir. Əmək müqavilələrinin xitam, ödəniş mexanizmləri daha da ədalətli şəkildə tənzimlənib, əmək mühafizəsi və təhlükəsizlik üzərində tələblərin gücləndirilib, əlavə olaraq beynəlxalq standartlara da uyğunlaşma aparılmışdır. 2025-ci ilin fəaliyyətin nəticəsində vətəndaş müraciətlərin araşdırılması ilə 842 min manat vətəndaşlara ödənilməmiş vəsaitin ödənilməsi təmin olunmuşdur. Bunun böyük hissəsi ödənilməmiş və yaxud da gecikdirilmiş əmək haqqıdır. Əlavə olaraq bildirmək istərdim ki, 89 nəfər əmək müqaviləsinə qeyri-qanuni xitam verilməsi nəticəsində xidmət tərəfindən araşdırma nəticəsində həmin vətəndaşlar öz işlərinə bərpa edilmişdir. Vətəndaş müraciətinin daha da əlçatan və şəffaf aparılması üçün xidmətin vətəndaş müraciətləri DOST üzərində cəmlənmişdir və bu günləri Bakı, Bərdə, Abşeron rayonlarında fəaliyyət göstərən mərkəzlərdə vətəndaş müraciətlərin qəbulu, emal edilməsi, protokollara baxış, işə götürənlərlə müraciətlərin araşdırılması DOST mərkəzində aparılır. Sözü gedən mərkəzlərdə fəaliyyət başlandıqdan bugünədək 10 mindən çox vətəndaş qəbul edilmişdir. Qəbullar xüsusi video və çəkiliş olan otaqlarda aparılır. Bu da həm şəffaflığın, həm operativliyin, həm də xidmət səviyyəsinin ölçülməsinə və onun artırılmasına xidmət edir. DOST-la əməkdaşlıq çərçivəsində xidmətin çağrı mərkəzi ilə inteqrasiyası aparılmışdır. Bu inteqrasiya nəticəsində xidmətə gələn zənglər və xidmətin həm vətəndaşlara, həm işə götürənlərə ünvanlığı, həm zənglər, həm xəbərdarlıqlar çağrı mərkəzi ilə aparılır. Əlavə olaraq elektronlaşdırma nəticəsində bizim araşdırmalara baxılması üçün elektron müstəvidə də şərait yaradılmışdır. Keçən il ərzində 1466 halda araşdırılma sırf elektron müstəvidə Zoom və yaxud da digər platformalar üzərində video konferans vasitəsilə həyata keçirilmişdir və adı çəkilən konferanslarda araşdırmaların nəticəsi üzrə təxminən 700-ə yaxın inzibati xəta müəyyənləşdirilərək cərimə tətbiq edilmişdir. Əlavə olaraq əmək münasibətlərinin elektron müstəviyə keçirilməsi ilə bağlı bildiyiniz kimi qanuna müvafiq dəyişiklik edilmiş və əmək müqavilələrinin elektron bağlanması artıq şərt olaraq müəyyən edilmişdir. Və bu şərtə böyük ölçüdə tamamilə əməl olunmuşdur və hal-hazırda 1.827.000 əmək müqaviləsi elektron olaraq bağlanılmışdır. Bu da ümumi əmək müqavilələrinin 97%-dir. Əmasda bir sıra yeniliklər də həyata keçirilmişdir. Ən böyük yeniliklərdən biri xəstəlik vərəqələrinin əmasla inteqrasiya olunmasıdır. Bunun nəticəsində proaktiv nəzarət tədbirləri də həyata keçirilmişdir. Belə ki, işə götürənlər artıq xəstəlik vərəqəsində olan işçilərin xitam vermə əmrləri, nizamiyə vermə əmrlərin və digər bu növ əmrlərin verilməsi
məhdudiyyətlə verilməsi üçün müəyyən məhdudiyyətlər tətbiq olunmuşdur. Bu məhdudiyyətlərin tətbiq olunması qanunvericiliyin pozuntusunun əvvəlcədən qabağın alınması üçündür. Yəni, işə götürənlər artıq qanunu poza bilmir. Bunun nəticəsində də cərimə və digər təsis tədbirləri ilə üzləşə bilmir. Əlavə olaraq, xəstəlik vərəqəsindən əlavə olaraq isə arayışların verilməsi, yəni həkim arayışların verilməsi də inteqrasiya edilmişdir. Əmas üzərindən bir çox əmrlərin elektronlaşdırılması bitmişdir. Statistika bölməsi əlavə edilmişdir. İşçilərin qiymətləndirilməsi modulu əlavə edilmişdir. Ümumilikdə 135 xidmət tam olaraq Əmas üzərində elektronlaşdırılmışdır. Bizim 2026-cı ildə hədəfimiz isə kadr kargüzarlığının tam olaraq elektron müstəviyə gətirilməsidir. Bu işlərin görülməsi üçün Dostream-lə birgə əməkdaşlıq aparırıq. Həm kadr, həm kadra yaxın olan digər sahələri də tam olaraq 2026-cı ilin sonuna dək yekunlaşdırılması nəzərdə tutulur. Azərbaycan seçimini etdi. Donald Trumpın təklif elədiyi